Mat 85 qəpik. Deməli qızlar, market alış-veriş eləmişəm və sizlərlə də bölüşmək istəyirəm. İndi nə var, nə yox, hamısını tək-tək açarıq, baxarıq. Bir də nə qədər eləyib sizə qiymətin sonunda deyəcəm. İndi açım yavaş-yavaş. Çox güman ki, bunu uzun video eləyəcəm. Deməli, belə bir şokolad almışıq. Belə göstərim. Sonra burada var peçenya. Bir ki, qarışıq yığılıb. Diş pastası. Dərin salfetkasun. Gən. Şeker tozu. Zeytinyağı, kurtarmıştı zeytinyağı. Diyan, niye atıp tökürsən? Diyan, kızım. Yine belə bir peçenya bizi gördük. Kızıma dəftər almışam. Et almışam. Evet. Gözlüğümde kızlar. Azıcıkta. Elə bir ki karışık yığılıb orada. Silipi. Belə bir şey. Sonra belə bir düğün. Mən qarıqalıyı çox xoşlayıram. Konservasiya. Get. Mən yedi yapacağım. Get, gəl verəcəm də. Get, verəcəm. Get. Yoğurt. Çox ağladıqlar üçün belə alan deyiləm. Mayonez. Şokolad. Biraz. Spagetti, yumru düyü. Hələsin çiki. Gretka. Makaron. Belə bir makaron. Bulgur. Bir tane de belə dəftər. Belə bir qoxu. Belə bir qoxu nə? Və burada var bingo avtomat. Götür. Burada var. Al. Və paltara qəşəng qoxu gəlsin deyənə ABC kalsın. Bir də yerlərə silməkdən atır. Bir də pampres. Mənim deyənə uşağım yaxşı olan pampres. Və belədir. Bizim pazarlığımız bu kadar oldu. Burası göstereyim. Kızlar, bunu yerleştirmek için vlog istiyorsanız bunu yerleştirirken vlog çekin. İstəsəz hər yazarsınız çəkərəm. Üstü aşacaq. Üstü aşacaq kızım. Bundan çıxan bir şey var. Olmazsa olmaz yağ. Paraşok.
Bir də özür dilərim. Sana getəcəksə başları qarışıqdır. Bir də bunlar nə qədər eləmişdi? Tapın göstərim qoy. Hə, 150 King Marketdən.